insana yardım gəlir. Həmçinin, yəni insan bilməlidir ki, hər baş verən hadisələrdə, sıxıntılarda mömin üçün, müsəlman üçün böyük xeyirlər vardır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm yenə bir hədisində buyurur ki, Acəbən li əmril mümin. Mən mömin insanın işinə təəccüblənirəm. İnnə amrahu kullahu lehu xeyr. Onun hər bir işi onun xeyrinədir. İn asabəthu sərra'u şəkara fəkənə xeyran ləh. Nemət verildiyi zaman, sevinclə qarşılaşdığı zaman şükr edir, onun xeyrinədir. Və in asabəthu darra'u sabara fəkənə xeyran ləh. Müsibətlə qarşılaşdığı zaman səbr edir, yenə onun xeyrinədir. Fəleysə zəlikə illə lil mümin. Və bu mömindən başqası üçün ola bilməz. Niyə ola bilməz? Çünki başqası düzgün qarşılamır. Həmçinin, yəni bu sıxıntılarda və yaxud da xəstəliklərdə insanın dərəcəsinin qaldırılmasına və eyni zamanda günahlarının kəffarə olmasına, silinməsinə səbəbdir. Yəni bu müsibətlər, sıxıntılar, xəstəliklər. Çünki yenə başqa bir hədisdə Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, qulun Allah qatında əzəldən yazılmış bir dərəcəsi olur. Qul o dərəcəyə əməli ilə çatmır. Etdiyi əməllər, ibadətləri onu o dərəcəyə çatdırmır. Və Allah Teala qulunu əzəldən yazılmış dərəcəyə çatdırmaq üçün müsibətlər göndərir. Yəni o müsibətlərlə əzəldən yazılmış dərəcəyə qulunu qaldırır. Yəni ona görə insan bilməlidir ki, Allah Teala Ar-Rahmanur Rahimindir. Ən böyük mərhəmət sahibidir. Allah Teala'nın bəndəsinə olan mərhəməti şəfqətli ananın evladına olan mərhəmətindən daha böyükdür. Və sən bilməlisən ki, Allah Teala sənə sənin özündən daha rəhimlidir. Əgər bu sıxıntılar o böyük mərhəmət sahibi tərəfindən gəlibsə, yəni bilməlisən ki, bu zahirən şər görünsə də burada böyük xeyirlər və mərhəmət vardır. Ona görə sələflərdən biri deyərdi ki, Əhabbuhu iləyyə, əhabbuhu iləyh. Ona sevimli olan mənə də sevimlidir. Əgər bu Allahın təqdiri ilə baş veribsə, Allah Teala bunu istəyibsə, mən də yəni bu halımla razılaşıram, səbr edirəm, şükr edirəm. Yəni, ümumiyyətlə insanların müsibət anında 4 halı vardır. Onlardan birincisi qəzəblənən, etiraz edən. Kim ki müsibət zamanı etiraz edir, vay-şivən qoparır, saçını yolur, üzünü vurur, sinəsini cırır, yəni o insan artıq itirmiş insandır. Xeyr əldə etmir. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Ən-nâihətu İzə ləm tətub qablə məvtihə tuqamu aleyhə sirbəlun min carab. Əgər vay-şivən qopararaq qışqıran qadın, yəni burada qadın keçsə də başqalarının da aiddir. Əgər ölümündən əvvəl tövbə etməsə, qiyamət günü yaxşı alışıb yanan qətrandan paltar geyindiriləcək və həmçinin qoturdan. Əgər tövbə etməsə. Və nə qədər dəhşətlidir insanın müsibət zamanı vay-şivən qoparması. Yəni Allah Teala göz yaşına görə əzab vermir. Yəni göz yaşının axıdılması Allah Teala'nın insanın qəlbinə qoyduğu bir mərhəmətdir, rəhmətdir. Amma problem olan isə nədir? İnsanın vay-şivən qoparmasıdır. Və həmçinin başqa bir hədisdə yenə Allah Rasulü sallallahu aleyhi ve sellem buyurur ki,
El-meyyitu yu'azzabu bima niha aleyhi. Ölüyə əzab verilir onun üçün ağladıqlarına görə. Deməli, bu vay-şivən qoparıb, qışqırdığı zaman, ağladığı zaman ona görə ölüyə əzab verilir. Deməli, o deməkdir ki, bu insan o ölüsünü istəmir, sevmir. Bəli. Əgər sevsəydi, artıq hərəkətlər etməzdi. Vay-şivən qoparmazdı. Deməli, insan iman sayəsində həm özü qazanır, həmçinin də etdiyi əməlinə görə, düzgün sünnəyə uyğun əməl etdiyinə görə başqaları da xeyir içərisində olur. Amma artıq hərəkətlər isə insan heç nə əldə etmir, üstəlik nə qədər bədbəxtçiliklərin qazanmasına səbəb olur. Deməli, ikinci hal odur ki, səbr edəndir. İkinci hal, səbr edən. Üçüncü, razı qalan. Dördüncü hal isə şükr edəndir. Yəni, bu ən yüksək, ən üstün dərəcə sayılır. Ən aşağı isə səbr etmək, sonra razı qalmaq, bölgü ilə, təqdirlə və ondan da üstün olan şükr etməkdir. Və səbr etmək deyildiyi zaman müsibətin ilk anında olan səbir sayılır. 2-3 gün keçəndən sonra insanın etdiyi səbir sayılmır. Ona görə buna nə deyilir? Heyvani səbir adlanır. 3 gündən sonra olan səbir heyvanların səbridir. Başqa çarəsi yoxdur. Amma əsl səbir müsibətin ilk anında olandır.